Balakən şəhərində həyətyanı ev satışa çıxarılır. Gördüyünüz bu isə maşın qarajıdır. Köhnə Kapital Bankın yaxınlığında yerləşir. Həyətin girəcəyinin sağ tərəfində su hövzəsidir. Gördüyünüz kimi metlaq vurulmuşdur. Sərqəli şəkildə. Sağ tərəfdə iri navesti var. Sol tərəfdə həyətinə aid ayıq yolusu 2 mərtəbəli evdir. Qeyd etdiyim maşın qarajıdır. Geniş navesti var. Navestin baş tərəfində evin mətbəxtidir. Torpaq sahəsi 10 sotdur. Cürbəcür meyvə ağaçları əkilmişdir. Dəmirdən bir də 10 tonluq su kənidir. Hər mərtəbəsinə aid mətbəxi var. Bu, yəni gördüyünüz birinci mərtəbənin mətbəxtidir. Bu hissədə geniş belə bir otaqdır. Bu hissədə də girəcəkdə qeyd etdiyim kimi hər mərtəbəsinə aid mətbəxti var. Bu ikinci mərtəbəyə aid bir mətbəxtir. Burada hamamda ayaq yolu təmirlidir. Evdə kombi sistemidir. Belə bir geniş qonaq otağıdır. Evin sol tərəfindən girəcəyində. Əşyaların çoxu evdə qalacaqdır. Bəzi xırda əşyalar götürüləcək. İkinci mərtəbəsi beton monolitdir. Bütün otaqlarda möhkəm şəkildə tikilmiş bir evdir. Rayonun mərkəzidir. 10 sot həyəcanı var. Satışa çıxarılan ev Kupçalıdır. Qiyməti 123.000 manata təklif olunur. Hal-hazırda evdə yaşayış yoxdur. Alqı-satqı edərək, yəni birbaşa gördüyünüz evin açarlarını əldə edə bilərsiniz.